Uşaqlar, üçbucaqlar mövzusunun izahına baxacağıq bugün. Deməli, biz ibtidai sinifdən də həndəsi fiqurlarla tanışlıq zamanı da onlara tərif vermişdik. Deməli, bir düz xətt üzərində olmayan üç nöqtəni cüt-cüt birləşdirən düz xətt parçasından ibarət olan fiqura üçbucaq deyəcəyik. Yəni, üçbucağın üç tərəfi, üç təpə nöqtəsi və üç bucağı var. Üçbucağın bucaqlarına görə üç növü var. İti bucaqlı üçbucaq, kör bucaqlı üçbucaq və düz bucaqlı üçbucaq. İti bucaqlı üçbucağın bütün bucaqları belə deyim ki, iti bucaqdır. Üçbucaqda kör bucaqlı üçbucaqda bir bucağı kör bucaq, digər iki dənə bucaqlar isə iti bucaqlar olur. Qamma kör bucaqdır. Burada kör bucaq təpəsi yaratdıq. Aha. Deməli, üçbucağın düz bucaqlı üçbucaq növü də var ki, ayrıca keçirik. Bunu da Pifaqor teoremi tətbiq edərək tərəflərin tapılmasında. Deməli, düz bucaqlı üçbucağın da iki dənə bucağı var. Alfa və beta. Bir düz bucaq var. Bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180, xarici bucaqlarının cəmi 360 dərəcədir. Hətta iki xarici bucağı verilmişsə belə, deyirdi, məsələn, bura verilib 125 dərəcə, bura verilib 110 dərəcə. Bizə deyir ki, üçüncü xarici bucağı tap. Bilirik ki, xarici bucaqların cəmi 360-dır və 125 ilə 110 xarici bucağını toplayaraq 360-dan çıxıb digər xarici bucağı tapa bilərik. Deməli, 125 dərəcə. Yəni, gördüyünüz kimi bu bərabər yanlış bucaq oldu. İndi onun növlərinə də keçəcəm. Daxili bucaqlar istəsə, bir daxili, bir xarici bucağın cəmi, yəni qonşu bucaqlardır göründüyün kimi. Qonşu bucaqların cəmi 180-dir. 180-dən 125-in çıxsam, eləyəcək bir daxili bucaq 55 dərəcə fikir verin. Aha. Digər daxilisini də tapa bilərəm. 180-dən 110 dərəcəni çıxaraq, 110 dərəcəni çıxsam, eləyəcək 70 dərəcə. Daxili bucağını tapmış olaram. Digər daxili bucağı da 55 dərəcədir. Yəni, bir iti, bir kör bucağın cəmi, necə ki, qonşu bucaqlarda cəmi 180 dərəcəydir. Bu da bir xarici, bir daxili bucağı bütün fiqurlarda elədir. Bütün düzgün çoxbucaqlılarda düzgün olmasa belə, məsələn, hər hansı bir 4 bucaqlı olsun, 3 bucaq olsun, növünə görə dəyişir. Yenə də bir daxili, bir xarici bucağın cəmi 180-dir. Hətta daxilisi verib məndən xarici istəsə, deyəcək ki, deməli, daxili xarici bucağı 180 olduğu üçün də çıxıb taparıq. Deməli, üç bucaqda dedik ki, tərəfinə görə üç növü var. Bərabər yanlı üç bucaq. Bərabər yanlı üç bucağın yan tərəfləri bərabər təpə bucağı adlanır. Yan tərəflər arasında yerləşən həmin bucaq təpə bucağıdır. İki yan tərəf arasında yerləşən bucaq. Amma digər oturacağı bitişik bucaqlar isə deyəcəyik bərabərdir və oturacağı bitişik bucaqlar adlanır. Oturacaq da təbii ki, digər tərəfdir. Bəzən üç bucaq bu formada verilir. Üç bucaqda məsələn deyir ki, ABC üç bucağında AB ilə AC bərabərdir. Aha, bu zaman təpə bucaq A bucağı olur. Yəni, bucaq A təpə bucağıdır. Çünki yanlar AB və AC-dir. O zaman oturacaq BC-dir. Bax, bura oturacaqdır. Və oturacağa bitişik B və C bucaqları bərabərdir. Yəni, bu başqa növ verəndə uşaq çaşbaş qalır. Deməli, fikir verməliyik ki, təpə bucağı A bucağıdır. Yanlar AB və AC, belə deyim ki, bərabərdir. Əgər yan tərəflər bərabərdirsə, həmin o digər tərəf oturacaq adlanır və həmin oturacağı bitişik bucaqlar da bərabər olur. Üç bucaqda, məsələn, bərabər yanlı üç bucaqda verib təpə bucağı 70 dərəcədir. Bizə deyir, oturacağı bitişik bucağı tap. 180 deyil, daxili bucaqların cəmi. 180-dən 70-ini çıxacam, eləyəcək 110. 2 yerə böləcəm, çünki 2 eyni, belə deyim ki, bax, bu x-larla əvəz eləsi olacaq. 2x üstəgəl 70 bərabərdir 180, tənlik vasitəsilə də yaza bilərik. O zaman 110-u da 2-yə bölüb tapacağıq ki, bu 55 dərəcəymiş. Və ya
Və ya bizə desə ki, oturacağı bitişik bucağı, məsələn versə ki, oturacağı bitişik bucağı tutaq ki, olsun 30 dərəcə. Onda bura 30-sa, burada 30 dərəcədir. Çünki oturacağı bitişik bucaqlar eynidir. Yan tərəflərdə bərabərdir. Təpə bucağını necə tapacağım? 30-un üstə 30 gələcəm. Oturacaqdakı iki eyni bucağı toplayıram. 180-dən həmin bucaqların cəmini çıxanda qalacaq 120. Deməli, təpə bucağı 120 dərəcədir. Sonra var müxtəlif tərəfli üçbucaq və bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaqda bütün tərəfləri bir-birinə bərabərdir. Bütün bucaqları bərabərdir və düzgün üçbucaq adlanır. Bərabər tərəfli üçbucaq düzgün üçbucaq adlanır. Və bir bucağı 60 dərəcədir. Bir daxili bucağı 60 dərəcədir. Onda bütün bucaqları bərabər olduğu üçün hamısı 60 dərəcədir. Xarici bucağı 180-dən çıxıb tapdığımız kimi də eyni qayda ilə 120 görürük ki, bütün xarici bucaqlar da bərabərdir və 120 dərəcədir. Bərabər tərəfli üçbucaqda deməli, bərabər tərəfli üçbucaqda hər hansı bir təpədəki bucağı soruşsa deyəcək ki 60 dərəcədir və ya xarici bucağı soruşsa 120 dərəcədir. Deməli, keçdik artıq xassələrə. Bəs median, bir də ki, onu unutmamışdım, üçbucağın əsas qızıl qaydasından biri də iki daxili bucağının cəmi ona qonşu olmayan xarici bucağa bərabərdir. Yəni, alfa plus beta bərabərdir qamma. Yəni, iki daxili bucağının cəmi ona qonşu olmayan. Bu necə? Məsəl üçün, verib bizə, tutalım ki, buranı 110 dərəcə, bir daxili bucağın 70 verib, bizə deyir ki, bu bucağı tap. Təbii ki, biz qaydanı nəzərə alırıq ki, iki daxili bucağı, yəni bura bir x yazıram. X ilə 70-i toplasam, 110 dərəcə eləyəcək qaydaya əsasən. Deməli, 110-dan 70-in çıxıb 40 dərəcə yaza biləcəm bu bucağa. Yəni, x də bərabərdir 40. Qonşu olmayan o həmin ki, xarici bucaqdan məlum daxili bucaqlardan birini çıxsaq, digər daxili bucağı tapmış olarıq. Median, üçbucaqda median, tən bölən xassələrinə baxaq. Hündürlük düzbucaqlı üçbucaq vasitəsilə deyəcəm. Median deyəndə, deməli, üçbucağın növündən asılı olmayaraq, fərqi yoxdur, ay bərabər tərəfli olsun, bərabər yanlı olsun, müxtəlif tərəfli olsun. İxtiyari təpədən çəkilən bir median hansı ki tərəfə çəkilir, həmin tərəfi bərabər parçalara ayırır. Yəni, istər bu tərəfdən çəkilsin, istər digər təpə nöqtəsindən çəkilsin, yenə də çəkildiyi hansı ki tərəf var, həmin tərəfi bərabər parçalara ayırır. Bu da medianın xassəsi. Ümumi median düsturu var. Müxtəlif tərəfli üçbucaqda, məsələn, A-dır, B-dir, C-dir. Birinci medianı izah edeyim. Hər hansı bir təpədən çəkilmiş medianın uzunluq düsturunu soruşsa bizdən və bütün tərəflər də məlumdur və müxtəlif tərəfli üçbucaqdır. Onda medianın düsturu 2-də 1, kök altında 2 vurulsun. Median hansı tərəfə çəkilib? B tərəfinə. A ilə C arasında qalır, düzdürmü? Deməli, həmin o A-nın kvadratı üstə gəl. C-nin kvadratı çıx, B-nin kvadratı kimi yazacağım düsturu. Yəni, üçüncü tərəf həmişə hansı tərəfə çəkilirsə odur. Bu medianın ümumi uzunluq düsturudur. Və medianın əsas ikinci bir xassəsi odur ki, medianlar bir nöqtədə bilirik ki, üçbucağın 3 dənə medianı var və bir nöqtədə kəsişir. Kəsişmə nöqtəsindən 2K 1K nisbətində, yəni 2/1 nisbətində kəsişir. Yəni, bucaqlara ayrılır. Parçalara ayrılır, daha doğrusu. Deməli, təpə nöqtəsindən kəsişmə nöqtəsinə qədər həmişə 2 misli, kəsişən nöqtədən tərəfə qədər məsafə 1K olur, yəni 1 mislinə bərabərdir. Bəzən ümumi medianın uzunluğu verir ki, 18-dir. Bizə deyir ki, cümlə ilə kəsişmə nöqtəsindən tərəfə qədər məsafəni tap. Biz bilirik ki, medianlar 2/1 nisbətində kəsişirsə, belə deyim, bütün medianlar, medianın 3-ü də. Bax, bu da 2, məsələn, x bura 1x yazacağım. Çünki eyni uzunluqda olmur, axı müxtəlif tərəflidir.
Burada mesela yazacağım 2y, bura olacaq 1y. Yəni 2 böl 1 nisbətində kəsişir. Onda mediana belə bir düsturda yaza bilərəm ki, k plus 1k bərabərdir 18, 3k bərabərdir 18, k da bərabərdir 6. Deməli k-nı tapdım 6'dır. 2k 2 misli isə tapsaq, orada verəcək bizə deməli məsələn üçbucaqda medianı vermişdi. Tutalım ki 18'dir. Biz 1k'nı 6 tapdıq. Bax burada 12'dir 2 misli. Medianı parçalara ayırır 2 böl 1 nisbətində. Bax bunu unutmayın. Sonra tənbölən xassəsi. Əsas məsələlərdən biri də üçbucağın tənböləninin hansı xarakter daşıdığı. Bəli, mütənasib parçalar yaradır. Üçbucağın yenə 3 tənböləni var. İxtiyari təpədən çəkilmiş tənbölən müxtəlif tərəfli üçbucağı CD deyək. Mütənasib parçalara ayırıb üçbucağın tərəflərində mütənasiblik yaradır. Bax bu tənbölən bilirik ki, çəkildiyi təpədəki bucağı tən yarı bölür. Tənbölən neyini? Hansı təpədən çəkilir? Məsələn aşağıdan. Buradan da tənbölən çəkə bilərəm. Buradan da tənbölən çəkə bilərik. Bilirik ki 3 tənböləni var. Amma tənbölənin əsas xassəsi çəkildiyi təpədəki bucağı tən yarı bölür. Tənbölən bucağı yarı bölür. Median çəkildiyi oturacağı yarı böldü. Yəni onlara fikir verin. Loro dildə desək. Deməli tənbölənin qaydası. Başqa rənglə göstərəcəm. Deməli A tərəfinin C-yə, B tərəfinin də D-yə nisbətini. Bax bu tənbölən ki hansı tərəfdən çəkilir? Deməli A-nın C-yə, B-nin də D-yə nisbətinə bərabər bir K mütənasiblik əmsalı alınır. Məsələn, gəlin buna aid bir nümunə deyək. Məsələn, üçbucağın tərəfləri verilib 12'dir, 18 və 10'dur. Bizə deyir ki, məsələn, təpədən bir tənbölən çəkilibdir. Bizə deyir ki, ABC üçbucağında BD tənböləni çəkilibdir. AD'nin uzunluğunu tap. AD sual. AD sual deyirsə biz ora x yazarıq. Ümumi uzunluq 10 olduğu üçün hər hansı bir uzunluğa malik x tərəfini çıxsaq, x parçasını çıxsaq, digər parça DC-ni almış olarıq. Deməli DC əgər x qəbul eləsə AD-ni, DC də 10 çıxılsın x olacaq. Deməli yazıram bura 10 çıxılsın x və tənbölən təpədəki bucağı yarı bölür və mütənasib parçalara ayırır. 12 bölünsün x bərabərdir 18 bölünsün 10 çıx x. Çarpaz vurup tapacağım. 12'ni 10'a vururam 120 çıx. 12'ni x'e vururam 12x bərabərdir 18x'e vururam. Tənasübdən istifadə edəcəm 18x. Mənfi 12 keçir boyuzu olur müsbət 12x. Çünki tənliyin bir tərəfinə digər tərəfinə hədlər keçəndə əks işarə ilə keçir. Deməli 120 bərabərdir 30x. X də bərabərdir 4. Tapdım. X yəni AD 4'dür. Digər tərəfi də tapmaq üçün x'in yenə 4 qoyacağım. Ondan 4'ün çıxanda 6. Deməli bura 6, bura isə 4 cm uzunluğa malikdir. Bu tənbölən xassəsidir. Bərabər tərəfli üçbucaqda bilirik ki bütün bucaqlar eynidir. Bütün tərəflər eynidir. Deməli ixtiyari təpədən hər hansı bir düz median, hündürlük, tənbölən çəksəm, demək ki hamısı bir-birinə bərabərdir. Çünki qayda belədir. Bərabər tərəfli üçbucaqda təpədən çəkilən, çünki bucaqlar eynidir. Təpədən çəkilən hündürlük, median və tənbölən bərabərdir. A kökdə 3 böl 2 düsturu ilə də hesablanır. Deməli median soruşsa, tənbölənini soruşsa bərabər tərəfli üçbucaqda. Median soruşsa, hündürlüyü soruşsa, tənbölən soruşsa A kökdə 3 böl 2 düsturu ilə hesablayacaq. Deməli hündürlüyə keçdiyində. Hündürlük üçbucaqda yenə üçbucağın 3 hündürlüyü var. Bəzən deyir ki, üçbucağın hündürlükləri cəmi. Fikirləşirsiniz ki, ondan neçəsini təbii ki 3 hündürlük, 3 median, 3 də tənböləni var.
Hündürlük hansı ki təpədən qarşı tərəfə çəkirsə, deməli həmin o hündürlüklə oturacaq perpendikulyardır. Yəni 90 dərəcə bucaq altında kəsir və 2 dənə düz bucağı 3 bucağa ayırır. 3 bucağı. İstər təpədən çəkilsin məsələn. Buradan çəkək məsəl üçün hündürlüyü h. Yenə fərqi yoxdur, müxtəlif tərəfli olsa belə. Yəni perpendikulyar olur. 2 dənə düz bucağı 3 bucağa ayırır. Bax bu onun xassəsidir. Deməli 3 bucaqda bax bu xassələrə fikir verin.